Yenidən mən sizləri yenidən burada görmək çox gözəl hiss elətdirir. Bugün sizlərə biraz tənqiddən danışacağam. Tənqidə açıq olmaqdan və bizim cəmiyyət olaraq çox rahat bir şəkildə insanları tənqid etməyimizdən. Hansı ki, bu tənqid adı altında biraz da təhqirə gedir. Acımasız bir şəkildə fikirlərimizin insanlara necə təsir etməyəcəyini düşündüyümüz halda insanlar rahat bir şəkildə komment yaza bilirik. Birinci başlayaq. Tənqid necə olmalıdır normalda? Tənqidin açıqlaması bir insanın sənə görə bəyənmədiyin, xoşuna gəlmədiyin xüsusiyyəti ola bilər. Xüsusiyyəti deyil də, bu daha çox şəxsiyyətə girir. Etdiyi bir iş ya da ortaya çıxardığı bir proyektdə verilmiş reaksiyadır. Ki, məsəl üçün, etdiyim bu hərəkətlər çox gözəldir, amma bunu etməsən daha yaxşı olar. Və s. Amma bizim cəmiyyətdə insanlar düşünürlər ki, əgər bir insanı tənqid edə bilirsinizsə, demək ki, onu çox rahat təhqir edə bilərsiniz. Çox rahat bir şəkildə bütün fikirlərinizi də ona deyə bilərsiniz, yaza bilərsiniz. Amma əslində belə deyil. Ümumilikdə hətta belə bir düşüncə də var ki, açıq səhifə işlədirsinizsə, rahat bir şəkildə biz bütün fikirlərimizi deyə bilərik sizə, çünki biz xalqıq, biz qapalı səhifə işlədirik və s. Amma əslində belə bir haqq yoxdur da heç kimdə. Və ümumiyyətlə, niyə bu qədər rahat hər kəsi tənqid edə bilir və tənqidin kökü hardan gəlir? Ümumilikdə, mən belə düşünürəm ki, bu qədər rahat tənqid etməyimizin səbəbi öz həyatımızdan qaçmaq istəyimizdir. Bəzən öz həyatımızda yaşadığımız problemləri həmin o insanların üzərinə yükləməyimizdir. Hansı ki, öz həyatımızda verə bilmədiyimiz reaksiyaları digər insanların həyatında çox rahat verə bilirik və özümüzü də bu haqqdan məhrum eləmirik. Yəni, bu haqqımız varmış kimcəsindən bunu çox rahat bir şəkildə edə bilirik. Amma təəssüf ki, bu haqqı bizə nə özümüz, nə digər insanlar verə bilməz. Bəs düşünmüsünüzmü ki, yazdığınız cümlələr, ifadə etdiyiniz cümlələr, insanlara dediyiniz cümlələr onların həyatında necə ağır bir yara ya da həyatına təsir edə biləcək bir vəziyyətə, bir situasiyaya çevrilə bilərmi? Tamam, bəzi insanlar buna reaksiya vermir. Çünki bəzi insanların özgüvənləri yerindədir və özlərinin nə etdiklərinin fərqindədirlər. Ona görə də kənar tənqidlər onlar üçün böyük bir rol oynamır. Çünki insan özünü zaten bütün günü analiz edir, necə daha yaxşı ola bilər, əsl mütəxəssislərlə işləyir və bilir ki, necə irəliləyə bilər. Əgər mövzu sırf professional həyatdan gedirsə, burada professional həyatı nəzərdə tutub danışıram. Amma və lakin, əgər sizin qarşınızda özgüvəni biraz aşağı, çox az da olsa təşviş, həyəcan pozuntusu olan, özünü çox da rahat bir şəkildə analiz edə bilməyən bir insan varsa, siz düşünürsünüzmü ki, qurduğunuz cümlə həmin insanın həyatında necə kəskin bir dəyişikliyə səbəb ola bilər, həmin insanın ruh halında, həmin insanın növbəti addımlarında və onun özgüvənini necə incidə bilər? Müasir dövrdə mən fərqindəyəm ki, sosial media çox insanları ağuşuna alıb, sosial mediada hər kəs var. Amma yenə qeyd edirəm, həmin sosial media sizə bu rahatlığı verməsin ki, insanlar çox rahat bir şəkildə biz hər şey yaza bilərik ya da hər şey deyə bilərik ya da gündəlik həyatımızda. Düzdür, bəzən gündəlik həyatda insanlar müəyyən qədər çəkinirlər. Çünki üzbəyüzsən həmin insandan və çox da rahat hər şeyi ifadə etməyə bilərsən, bütün fikirlərini ifadə etməyə bilərsən. Biraz cümlə qurarkən gündəlik həyatımızda, insanlarla danışarkən ehtiyatlı olmağın tərəfdarıyam mən. Ehtiyatlı olmaq dedikdə burada bu cümlələri nəzərdə tutmuram. Hansı ki, canım, cicim daxil edib cümləyə istədiyiniz bütün fikirləri həmin o canım, cicim, əzizim sözü altında qarşı tərəfə yeritmək. Bunları nəzərdə tutmuram. Həqiqətən qarşı tərəfin fikirlərinə də hörmət edib, dəyər çərçivəsində qurduğunuz cümlədə
Mən demirəm hamının hər şeyinə yaxşı deyək, əsla bu tərəfdarda deyiləm. Amma bir insana fikrinizi bildirmək istəyirsinizsə, bunun da bir üslubu, bunun da bir tərzi var. Gələk, az öncə bir-iki cümlə ilə qeyd elədim ki, tənqidin kökündə nələr durur. Bu qədər rahat insanları tənqid deməyətdə buna türklər demiş, linçləməyin kökündə nə dayanır? Əgər bizim öz həyatımızda olan problemlərə hətta o bilmiriksə, o problemlərdən qaça biliriksə və gündəlik həyatımıza bizdən yuxarı bir vəzifədə olan insana sözümüzü deyə bilmiriksə, təbii ki, onun başqa bir proyeksiya bizim müdafiə mexanizmlərimizdən biridir və gündəlik həyatında mənasını köçürmək deməkdir. Yaşaya bilmədiyimiz bir situasiyanı avtomatik olaraq digər bir situasiyaya köçürdürür və orada vermək istədiyimiz reaksiyaları veririk. Hər zaman deyirəm, duyğularınızı bastırmayın, gizlətməyin. Çünki onlar zaten siz gizlətsəniz də başqa bir halda, transformasiya olunmuş bir halda üzünü həyatınızın digər bir situasiyasında göstərəcək. Və bu yazılan cümlələr, yazılan ifadələr, deyilən ifadələr insanlara təsir edirmi? Təbii ki, edir. Az öncə qeyd elədim, gündəlik həyatda da bunu insanlara yerdə bilirik. Əgər o insan çox özgüvənlisə, özünün fərqindəsə, burada bir problem yoxdur. Etik bir şəkildə o da sizə lazım olan cavabı verir. Amma və lakin özgüvəni biraz aşağı, biraz təşviş, həyəcan pozuntusu bir insandırsa, sizin dediyiniz cümlə onun həyatında kəskin bir dəyişikliyə səbəb ola bilər. Qəlbinə dəysə, incisə belə, ona əsla sizə bildirməyəcək bir tərzdə bir insandırsa, həmin insan o cümlələrlə bütün gününü məhv edə bilir. Təəssüf ki. YouTube videosu çəkməyimin səbəbi sadəcə bunları sizə çatdırmaqdır. Çünki gündəlik həyatımda buna aşırı çox qarşılaşıram. İnsanlar çox rahat bir şəkildə fikirlərini yeridirlər, amma onların necə təsir etdiklərini qətiyyən düşünmürlər. Hansı ki, bunun da kökündə biraz pasiv aqressiya dayanır ki, o aqressiyanı bir şəkildə hiss etdirmədən, üstü örtülü pasiv bir şəkildə qarşı tərəfə ötürə bilsin. Və bunun çox %80 hallarda qarşı tərəflə əlaqəsi də olunur. İnsanın tamamilə öz şəxsi xüsusiyyətlərindən, fərdi yaşam tərzindən asılı olan aqressiyadır. Belə düşüncələrimi sadəcə sizə çatdırmaq istədim. Dinlədiyiniz üçün təşəkkür edirəm. Növbəti YouTube videolarında görüşənə qədər.